danışaq şeir vahidlərindən. Şeir vahidləri nədir? Şeir vahidləri bunlardır. Misra, beyt, bir də bənd. Misra nədir? Misra şeirdə hər sətir, hər xət misra adlanır. Məsələn, bir düz xət. Şeirdə hər sətir, hər misra adlanır. Deməli, hər sətir, hər xət. Beyt nədir? Beyt şeirdə 2 dənə misra adlanacaq nə? Beyt. Klassik şeir janrlarının olanlardan qəzəl, qəsidə, qitə, məsnəvi beytlər şəklində olur. Qəzəl, qəsidə, qitə, məsnəvi, qəzəl, qəsidə, qitə, məsnəvi. Bunlar beytlər şəklində yazılır. Məsəl üçün, biz qəzəllərdə nəyə keçdik? Sığmazam qəzəlini, məni candan usandırdı, söz. Sığmazam Nəsiminin sözlə də məni candan usandırdı. Kimindir? Füzulinindir. Müdavimlər üçün də Ağrımaz qəzəlini keçdik, o da həmçinin İmadəddin Nəsiminindir. Məsələn, bir nümunə deyək, beyt olan, ver sözə ehya ki tutduqca səni, xab-ı əcəl, edə hər sayət səni, ol uyuqdan bidar söz. Sonra, gələk məsnəvi şəklində, məsələn, hansını keçdik? Xaqani Şirvaninin Gənclərə nəsihət əsəri məsnəvi şəklində yazılıbdır. O da beytlər formasındaydı. Klassik poeziyada məktəb beyt, mətlə beyt, şah beyt anlayışları var. Bəs onlar nə olandı? Gəlin onları araşdıraq. Deməli, mətlə beyt var, məktəb beyt var, bir də şah beyt anlayışı var. Mətlə beyt aid olduğu şeirin ilk beytidir. İlk beyt. Sonra, bəs məktəni nöqtə ilə yadınızda saxlayın. Nöqtə. Bu isə aid olduğu şeirin son beytidir. Şah beyt nədir? Aid olduğu şeirin məzmunca, ahəngcə ən qüvvətli beytidir, ən qüvvətli. Gərək bənd nədir? Bənd. Bənd anlayışı. Bənd şeirdə bir neçə misradan, yəni 2-dən çox. 2-dən çox ibarət olan hissəyə bənd deyilir. Azərbaycan poeziyasında 4, 5, bəzi hallarda isə daha çox misralar olur. Yəni 4-lük, 5-lik, 6-lıq, bax belə şəkildə olan bəndlərimiz də mövcuddur. Onlar haqqında danışacağıq sizlə. Şifahi xalq ədəbiyyatında biz öyrəndik, məsəl üçün, qoy rəngi yanıram, nəğmələr, bəndlər şəklində idi, bayatı, ağı, sonra qoşma, gəraylı, başqa, məsələn, təcnis. Bunlar bənd şəklindədir, bənd. Klassik ədəbiyyatda isə, klassik ədəbiyyat deyəndə hansı ədəbiyyatda? Əruz vəznində olan. Klassik ədəbiyyatda isə bəndlər şəklində olanlar rübai, tuyuq, sonra mürəbbi, mürəbbi, sonra məsəl üçün müxəmməs,
beşlikdir o. Yəni bəndlər şəklindədir də. Bunlar hamısı klassik ədəbiyyatda və sair. Bunlar göstərmək olar. Normalda bəndlər müəyyən bitkin hissələrdən ibarət olur. Bəndlər bitkin hissələrdən ibarət olur və bir-birini tamamlayır. Şeirlərdəki bəndlər, yəni bir-biri ilə əlaqədə olur. Bəndlərdə verilmiş şeirlərdə müəllif öz adını, təxəllüsünü verirsə, həmin bənd möhürbənd adlanır. Deməli, möhürbənd nədir? Möhürbənd. Möhürbənd odur ki, şair adını sonda, yəni sonda adını, təxəllüsünü verirsə, bu o şeirin son bəndi, yəni möhürbənd adlanır. Belə. İndi nədən danışaq? Hansı ki, deməli şeirin ilk, orta, son beyt olduğunu necə müəyyənləşdirə bilərik? Məsələn, adətən bizdən soruşurlar, bir dənə beyti verirlər. Deyir ki, bu son beytdir, orta beytdir, yoxsa ilk beytdir. Necə tapırıq? Qafiyə quruluşundan. Məsələn, bir nümunə yazıram. Adətən beytin birinci, yəni birinci beyt A şəklində qafiyələnir. Bəlgə ağzın sirrini hərdən qalır izhar söz. Bu nə sirdir, kim olur hər ləhzə yoxdan var söz. İzhar var. Bir-birindən qafiyədir. A. Buna görə bu deyəcək ki, bu birinci beytdir. Son beytdə isə əsasən şair yəni adını, təxəllüsünü yəni işlədir. Biz sonu tapanda ada, təxəllüsə fikir verməliyik, adına, təxəllüsünə. İndi gələk bəndi müəyyənləşdirək. Bir şeir nümunəsi yazım. İlk bənd əsasən A, B, C, B şəklində qafiyələnir. Gəlin və yaxud da ki A, B, şəklində qafiyələnir. Yəni, indi baxaq görək hansındandısa da, deməli bu ilk bənd adlanır. Bir çərşənbə günündə çeşmə başında gözün bir alagöz xanıma düşdü, xanıma. Atdı müjgan oxunu keçdi sinəmdən, nazı qəmzələri qanıma düşdü. Aha, deməli, bax, ikinci misra ilə dördüncü misra həm qafiyə oldu. Belə olacaqdı, deməli, A, B, C, B. Həm qafiyə olanlar da bulardı. Ona görə, elə bax, buna uyğun gəldiyinə görə, buna da uyğun gəlsə, deyirik ki, yəni ilk bənddir. AB olanda çarpaz qafiyə olur. Çarpaz. Son möhürbəndi isə necə tapırıq? Müəllifin adı veriləndə. Son o zaman olur ki, yəni möhürbənd müəllifin adı və yaxud da təxəllüsü diqqətə çatdırılsın.